Bəli, əziz izləyicilər, qısa fasilənin ardınca qaldığımız yerdən davam edirik. Bu bölməmizin mövzusu isə İranın daxili ideoloji kursunda müşahidə olunan maraqlı tendensiya ilə bağlıdır. Söhbət nədən gedir? Diqqətinizə çatdırmaq istəyirəm. Tehranda 1-ci Şapurun Roma İmperatoru Valerian üzərində qələbəsini əks etdirən heykəlin nümayiş etdirilməsi və təbiidir ki, bu prosesin baş verməsinin ardınca ictimai qınaqların da həm də yaranmasına, ziddiyyətli fikirlərin də bu yöndə ortaya çıxmasına gətirib çıxartdı. Məsələ ondadır ki, rəsmi Tehran son dövrlər Şiə ideologiyasından daha çox, yəni bu ideologiyanı önə çıxartmaqdan daha çox Fars milliyyətçiliyinə əsaslanan tarixi mifologiyanı aktuallaşdırmağa çalışır. Məqsədlər nədən ibarətdir? Studiyamızın qonağı qəzeteci yazar Məsud Hara ilə müzakirə edəcək. Məsud bəy, xoş gördük sizi. Axşamınız xeyir. Mən də sizi və dəyərli Günəş TV-nin izləyicilərini buradan salamlayıram. Xoş gördük. Buyurun. Məsud bəy, siz necə düşünürsünüz? İran rejiminin Tehranda 1-ci Şapurun Valerian üzərində qələbəsini əks etdirən heykəli nümayiş etdirərək cəmiyyətə hansı mesajlar vermək istəyir? Baxın, bu 1-ci Şapur dediyimizdə bəlkə də bir tarixi, keçmiş tarixi, əski tarixdən söhbət gedir. Yəni daha öncə Sakalardan sonra Arşaklar ya İranda onlar Əşkaniyan adlandırır, Türk kökənli Türkəmənlərdən sonra bunların dediyi qədərilə Sasanilər dövrünə aid olan bir Şapur, 1-ci Şapurun haqqında söhbət gedir ki, onun Roma İmperatorluğunu əsir aldığı və atlarının ayağının altına saldığı nümayiş edir. Yəni Tehranda bu heykəli ortaya qoymaqda bir türlü Avropaya, nə bilim, Amerikaya, Batıya bir mesaj verdiklərini düşünürlər. Amma Batıya nə qədər mesaj verirlərsə də, yəni bu heykəli nümayiş etdikləri məsələ 1-ci Şapur Valerianı əsir alır və ayaqlarının altına salır. Bu nə qədər insani, nə qədər davranış olaraq da nə qədər kötü bir demək olar təmsildir. Bunu hər kəs bilir və bunu da gördük ki, sosial mediada da çox adamlar münasibət bildirir. Hətta Cümhuri İslamın içindəki bir adamlar buna münasibət bildirir. Yanlış bir tavırdır. Əgərsə 1-ci Şapur belə bir nümayiş etdirirsə də çox yanlışdır. Amma bir çoxları bunun qənaətindədirlər ki, belə bir şey olmamışdı. Bunu sonra özünə dəstan kimi yazdırmışdı bu şah. Yəni belə bir vəziyyət olmamışdı. Belə ayağın altına salmaq nə deməkdir? Yoxsa başqaları başqa şeylər də örnəklər gətirmişlər. Hətta Səlcuqluların zamanında da başqa elə Yunan imperator uşaqlarını əsir alandan sonra onlarla çox gözəl, yəni qardaşcasına, hətta onları azad buraxdıqlarını da nümayiş etdirən şeylərdir. Yəni bundan məsələn türklərinki də bizim tərəfdən də belə yazılmışdı. İndiki vəziyyətdə, yəni Tehran rejimi bunu gerçəkdən də Avropaya, nə bilim, Romaya, indiki deyək ki, Yunana, nə bilim, o qısımlara mesajımı göndərir, özünün iqtidarını nişan verir, yoxsa içəridəkiyə. Mənim fikrimcə bunu ən çox içəridə buna ehtiyac duyduğu məsələdir. Siz necə də başlanışda vurğu yaptınız, çox gözəl bir məsələ var idi. O da budur ki, bilirsiniz ki, İran rejimi son illərin içində Hilal-i Şiə projəsindən, Hilal-i Şiə ya demək olar ideolojisindən uzaqlaşdırdığını görürük. Niyə uzaqlaşıb? Ya özü istədən, yəni istəkdən deyil də məcburiyyətdən dolayı bu şeyə dönübdür. Yəni biz proksi güclərini Əraqda, nə bilim Yəməndə, Suriyədə, nə bilim Bəhreyindən, beləsinə hamısının əl-qolu Filistindən, Qəzzədən belə ayaqlarının kəsildiyinə biz şahid olduq. İstər-istəməz, hətta proksi güclərin Azərbaycana qarşı Hüseynin yanında, indələn Həşd Şəbinin də sıxıntıları vardı. Onların günü-gündən İranın içinə geri dönmələrinə biz şahid olduq. Onun üçün artıq İranın bu işə alınacaq, yəni silahı, ideoloji silahı, şiəçilik sona yetirdiyi nöqtəsinə gəlib çatıbdır. İndi nə edəcəkdir? İndi günü zamanda bu İranın içində ən çox başda tutulan milliyyətçilik məsələsidir. Yəni türklərin başqa etniklərində, ərəblərin də, kürdlərin də, bəlusların da, türkəmənlərin də vardı. Amma bunların başında gedən Güney Azərbaycan türklərinin mücadiləsi söz konusudur. Yəni türkçülük mücadiləsi. Bilirik ki, buna da qarşı uzun zaman idi Cümhuri İslamın öz içində dəstəklənən, hətta bu reformçu Peşkan da onlara mənsubdur. Onların qrupundan olan İran şəhri düşüncəsi də türklərə qarşı, türk milliyyətçilinə qarşı
bir türlü Fars milliyyətçiliyini gündəmə gətirməyə çalışırdılar. İndi əlan o nöqtəyə getirmişik Züleyxa xanım ki, artıq bu şiəçilik ideolojisi ilə olmur. İçəridə iqtidarını qorumaq üçün əleyhaq çabalayır Cümhur İslami ki, çalışa o içəridəki qollarını, ən azı içəridəki proksi qollarını ki, zaman-zaman müxalifət kimi görüşürdülər. Biz bilirik ki, ondan müxalifət olmadığını bilirik. Onları ən azı bir araya gətirmək və farsçılığı yenidən İranın iç coğrafiyasında ayaqda tutmağa çalışır. Məsələn, onların desən, örnək kimi desəm, Pəhləviçilər olsun, adları, amma bir-birlərinə ilişkiləri çox sıx bağlı ilişkiləri var da. Pəhləviçi yaşaqçılar olsun, İran şəhrilər olsun, İranı Bağıstançılar olsun və hətta bu reformçular olsun ki, reformçuların çoxunu ilə Fars milliyyətçiliyi təşkil edir. Bunları da Cümhur İslami son zamanda çalışır ki, bunları bir yerə gətirsin. Ən azı əsli həstəsinin, yəni çəkirdəyini qorumağa çalışsın. Yəni buna çaba göstərməsini nümayiş etdirməsi kimi mən yorumlaya bilirəm. Məsud bəy, necə düşünürsünüz? Bu kimi milliyyətçi simvolların önə çıxarılması ümumiyyətlə İran siyasətində hansı təbliğat məqsədlərinə xidmət eləmiş olur? Deyim, təbliğat məqsədlərinə dediyimizdə ən çox farsçılığa, yəni de yönəlmiş bir onu ortaya qoymağa çalışır. Yəni bir türlü burada da bunu vurğulamaq lazımdır. Bu da farsçılıq dediyimizdə illa ki başqa etnikləri də deyəndə diqqət yetirməmiz gerəkən bir məsələ var. Burada dedim mən burada şahçılar, İran Bağıstançılar, solçular, İran şəhrilər bu qolları saydım da bunların yanında da bir türlü İrançılıq ya farsçılığa mənsub olan və qəbul olan bəzi heyflər var. Hətta farsça dili ilə aynı qrupdan olan, onlarla yaxınlıq hiss edən elə bəluçlar da var. Baxın, fars dili aynı qrupdandır, kəlmə davacılıqları çox yaxındır. Eyni dərəcədə kütlər, ən başda kütlər də gəlir. Yəni kütlərin də farsça kəlmələrini görsəniz, bir şey kəlmə qalmaz. Türkçə, farsça kəlmələrini görsəniz, bitər yəni. Onun üçün aynı qrupda olduqları, hətta özlərinin ariyayı, fars bildikləri məsələsini burada gündəmə gətirsək, onda müxalif məsələ etnik ciləklər də buna daxildir. Lorlar da buna daxildir, bəluçlar da buna daxildir. Yəni bir tək qalır burada bunlarla fərqli millət olaraq, kök olaraq ortaya çıxan ərəblərlə türklər qalır. İstəyim deyim ki, İranın bu indələn nümayişi içinə çökməyi işarət edir. Bu mənim fikrimdir. Və bir tərəfdən də bir gözəl sonucu da ortaya qoya bilir. Yəni əslində indi deyə bilərsiniz ki, tamam da indi İran bu sistemə, yəni farsçılığa, milliyyətçiliyə söykəndiyində nəyə işarə edir? Nəyin peşindədir? Mənim nəzərimə artıq o İslami ya şiəçilik maskası düşübdür. Müsəlman ölkələrin lideri olaraq maskaları düşübdür. Bunu müsəlman ölkələr bunu da qəbul ediblər. Və keçənlərdə bir danışıqlarında yetkililərin biri çox gözəl bir söz dedi. Dedi ki, biz hər zaman gedirik bunlarla, ərəblərlə görüşürük. Bizimlə qardaşcasına danışırlar. Amma həmən o danışmaqdan çıxdığımızda bizim arxamızdan bizi xəncərləməyə çalışırlar. Baxın, başlığı buydu danışığın. Bizi xəncərləməyə başlayır. Yəni ərəb dünyası, hətta İslam dünyası da İranın yalancı olduğunu və hətta bu oyunbazlıqla İsraillə münaqişə yaratmaqla ərəblərin ölmə verdiyini də inanıblar və bilirlər. Onun üçün İran indi əsas məqsədi burada mən düşündüyüm qədərilə Türk milliyyətçiliyinə, günü-gündən artan Türk milliyyətçiliyinə, Türkiyənin etkisi, Azərbaycanın zəfəri və Türk dünyasının ortaya çıxdığına ona qarşı bir həmlə yapmaq, ideolojik həmlə yapmağa düşündüyü və ona səngər qurduğu ki, burada da başlıqda səngər deyirik, son səngəri, gerçəkdən də mənim fikrimə son səngərdir və bu bir başqa etniklərə də nə təsir buraxa bilər? O da çox önəmli bir məsələdir ki, istərsiniz onun haqqında da biz danışa bilərəm. Məsud bəy, bəs şiə ideologiyasının belə başa düşürük ki, bir kənara atılmasıyla, qabardılmamasıyla Fars milliyyətçiliyi daha da önə sürülmüş olur. Bax, bu daxildə hansı təlatümlərin yaşanmasına gətirib çıxara bilər? Daxildə, aslında baxarsan dediyim kimi, daxil İranın iç məsələsində bir türlü hətta müxalifət kimi görüşüb, rejimdən biraz uzaqlaşan dini alimlərdən tutkunan, yəni Qumda, Məşəddə onlardan tutkunan bir çoxlarının gizlətdiyi, uzun zamandır gizlətdiyi, hətta kuruşu, Peyğəmbər kimi adlandırdığı, onu
Farsların ya İranın peyğəmbəri kimi qələmə aldığı adamlar gizlidə bu işləri görürdü. İndi yavaş-yavaş onların da yəni gölünü almağa çalışır. İranda əsasən iç dəngələr bunun əsasındadır ki, Fars milliyyətçiliyi, içindəki müxalifəti, bir türlü İran bağıstançıları, Kuruşçuları, baxın, Kuruşçuları, geçenlerde mesela Kuruşu da peygamber kimi olurlar. Şahnaməni bu qədər mənimsəyib ortaya qoyduqları. Bilirsiniz, Şahnamə nədir? Yəni Farslığın təməl kitabı kimi tanınır. Yəni onların hətta özlərinin ifadəsini indirsəm deyirlər ki, Farsların Quranıdır. Baxın, bu nöqtəyə gəlsətdir, yəni ideolojik baxımdan. İndi onların bir türlü İran rejimi ilə məsafələrini biz bilirdik. Yani İran rejimi bütün Fars milliyyətçiliyini, Fars kimliyini de alt edip de bunu Ərəbləşdirib, Müslümançılaşdırıb diye susduyurdular. İndi bu nümayişler aslında onlara bu mesajı verir ve başarı da bilibdir. Yani indi ələn biz görürük ki, İran rejiminin bu oyunlarını Pəhləviçilər də, eşidəki opozisyon da, içəridəki müxalifət də bir türlü qəbul edibdir və hətta İran rejimini dəstəkləməyə belə çaba göstərirlər. Artık bu neye nişan verir? Nişan verir ki artık rejim en son səngəri, yani içeride özünü ayakta tutmak için her bir imkandan istifadə etmeye çalışır. Ve benim nəzərimə bu da Güney Azərbaycan yani perspektivindən baxsaq, yani deyirlər o bacasından baxsaq bu meseleye, Türklüyə qarşı büyük bir hedef aldığı, yani mücadilə verəcək bu rejim ona hazırlığını gösterir. Yani bizi eyni halda ki artık bu rejimin ne kadar soyucu, ne kadar Farsçı, ne kadar ırkçı olduğunu biz zaman zaman bağırırdı, sağırdı. Kimse buna inanabilmirdi. Ve bunu sanki Batı'yla, emperyalizmle mücadele eden bir rejim kimi qələmə alırdı. İndi artık o noktayı bizim sözümüz doğru olduğunu bu da qənaət gətirir. Bir taraftan, ikinci taraftan da rejimin artık silahlanıp da yani milliyetçilik silahıyla, Farsçılıqla başka etniklərə ki, biz mücadilə bir kimliyimizi ayakta tutaq. Bizim kimliyimiz kimsə, başka etnik, başka millətlərin qarşısı almaq, onları yıx etmək anlamında değil. Biz mücadiləmiz, əsasən tüylü mücadiləmiz öz kimliyimizi qorumaqdır. Yəni başqasına silah kimi doğrultubsa sən də Türk ol anlamında değil. Ama buradan bunların Fars milliyetçiliği başkalarını əzib geçmək amacı daşımaqdadır və bu da gələcək günlərdə düşündüyüm qədərilə, yəni mənim analizim qədərilə ola bilər bir çox demək olar biçimdə doğru da belə çıxmasın. Mənim bu öngörümdür ki, bizə baskılar daha da çox olacaq. Yəni Fars milliyyətçiliyi bu qədər sistemə daxil olduğu, ittilaat sisteminə, məhkəmələrə, cəza qanunlarına, onun üçün başqa Fars olmayanlara ağır günlər bəkləməkləri də, yəni demək olar, mən deyə bilirəm ki, bəkləməmiz lazımdır və onlara da hazırlıqlı olmamız gərəkməklədir deyə düşünürəm. Aydındır, Məsud bəy, minnətdarıq sizə dəvətimizi qəbul etdiyiniz üçün və önəmli bir mövzuydu. Gözəl təhlil etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk.